Həyat yoldaşı Angela Blue sadiqliyi təmsil etsə də, nikahları xarakter uyğunsuzluğu səbəbindən zindana çevrilir. Susan Dale olan ehtirası isə Eugene həm ilhamlandıran, həm də məhvə aparan qüvvədir. Angelanın ölümü və sənətkarın sarsıntısı şəxsi xaosun sənətdəki tənəzzüllə paralel getdiyi ən ağır nöqtədir. Sujet sənətkar atelyesi ilə korporativ ofislərin soyuq dünyası arasında kəskin kontrast yaradır. Eugene'in rəssamlıqdan uzaqlaşıb reklam menecerinə çevrilməsi mənəvi süqutun başlanğıcıdır. Maddi rifah onun sənətkar ruhunu korlaşdıraraq sistemin bir hissəsinə çevirir. Dreiser sənətin pulla ölçüldüyü cəmiyyətdə dahiliyin kövrəkliyini göstərir. Əsərin finalı zahirən məğlubiyyətdir. Eugene karyerasını və həyat yoldaşını itirərək boşluğa düşür.